Bismillahirrahmanirrahim və salatu və selamu alə Rasulina Muhammed və alə alihi və sahbihi əcma'in. Subhanəkə la ilmə lənə illə mə allamtana innəkə entəl alimul hakim. Rabbi şrahli sadri və sirli əmri və hlul uqdətən min lisani yefqahu qavli əmmə ba'd. Müsəlman kişinin şəxsiyyət dərslərinə davam edirik. Bugün 9-cu dərsimizdir və 9-cu dərsimizin mövzusu elmli və hikmətli olmaqdır. Mövzu barədə çox şey demək olar. Çox geniş bir mövzudur, lakin biz bir prinsip olaraq 30 dəqiqəni keçməməyi qarşımıza məqsəd qoymuşuq. Ona görə də çalışacağıq ki, mövzunu qısa tutaq və çox dərinə getməyək. Yəni bir kişi əgər yanındakilara və əmri altında olanlara görə məsuliyyət daşıyırsa və bundan dolayı liderlik xüsusiyyətlərinə sahib olmalıdırsa əgər, o zaman bilməliyik ki, liderlik xüsusiyyətlərinin başında gələnlərdən İkisi də elmli və hikmətli olmaqdır. Və hətta mən deyərdim biri də elmli və hikmətli olmaqdır. Çünki elmli və hikmətli olmaq ikisi bir yerdə zikr olunur daim. Elm və hikmət deyə. Çünki elm bir informasiya bazasıdır. Yəni insan təbii ki, öz potensialına uyğun çapda bir şeylər oxuyarsa və bir dərslər dinləyərsə, o zaman onda elm artar. Amma hikmət, yəni hətta elmsiz olsa belə bu şəkildə elm əldə edə bilər. Yəni müəyyən şeylər öyrənə bilər özünə görə. Kimsə az, kimsə çox. Amma hikmətsiz elmin faydası olmur. Çünki hikmətsiz elmi harda, necə, hansı formada tətbiq edəcəyini insan bilməz. O zaman insanın müəyyən məlumatlara sahib olması, elmə sahib olması ona fayda vermir. Çünki hikmətsiz elm, çünki hikmət elmi düzgün şəkildə tətbiq etməyin adıdır. Yerli yerində miqdarınca tətbiq etməyin adıdır. Lakin hikmətsiz şəkildə elmi daşımaq, onu ya praktikada istifadə etməməkdir o elmi, ya da praktikada yanlış şəkildə istifadə etməkdir. Bəzən də həvaya uyğun şəkildə tətbiq etməkdir ki, Allah subhanahu wa ta'ala bu cür insanları, bu cür qövmü kitab yüklü eşşəklərə bənzədir. Necə ki Allah subhanahu wa ta'ala Cümə surəsində buyurur ki, Məsəlüllezine hummilut Tevrata kəməsəlil himari yahmilu əsfara. Yəni Tövratla yüklənənlərin misalı kitab yüklü eşşəyin misalına bənzəyir. Ağır kitablar daşıyan bir eşşəyin uzun qulağı misalına bənzəyir. Çünki uzun qulağın eşşəyin belinə yükləsən əgər kitabları, nə qədər ağır kitablar yükləsən belə, o kitablardan qafil olduğu üçün və necə istifadə etməli olduğunu bilmədiyi üçün o kitablar da ona fayda verməz. Allah'a sığınırıq bu cür haldan. Bu isə tam da İsrailoğulları və Yahudilərin halıdır. Çünki onlarda elm var, lakin o elmi ya ümumiyyətlə tətbiq etmirlər və yaxud da ki, yanlış tətbiq edirlər və öz həvalarına uyğun şəkildə tətbiq edirlər. Bundan Allah'a sığınırıq. Allah subhanahu wa ta'ala Bəqara surəsi 369-cu ayədə buyurur: Yu'til hikmətə mən yəşə və mən yu'til hikmətə fəqad utiyə xayran kəthira və mən yəzzəkəru illə ulul əlbəb. Biz bundan öncə demişdik ki, yuxarıda hikmət tamamilə Allah subhanahu wa ta'ala'nın nəsib etdiyi bir şeydir. Yəni hikməti artıra bilərsən. Məsələn, bir şeylər oxuyaraq, bir şeylər dinləyərək, kimlərdənsə faydalanaraq hikmətini artıra bilərsən. Amma hikmətin toxumu, hikmətin özü, yəni o təməl səviyyədə əldə etməyin yolu yalnız onun Allah tərəfindən verilməsidir. Yəni Allah subhanahu wa ta'ala əgər onu verməsə, hikmət səndə heç vaxt olmaz. Necə ki, bunu Allah subhanahu wa ta'ala bayaq oxuduğumuz ayədə deyir, Yu'til hikmətə mən yəşə, o istədiyinə hikmət verər, hikmət bəxş edər. Və mən yu'til hikmətə fəqad utiyə xayran kəthira. Və kimə də hikmət verilmişdirsə, ona çox böyük xeyirlər verilmişdir. Ona çox böyük xeyirlər verilmişdir. Və mə yəzzəkəru illə ulul əlbəb və ağıl sahiblərindən başqa da heç kəs bunu anlaya bilməz. Və mə yəzzəkəru illə ulul əlbəb və heç kəs də bunu anlaya bilməz. Ağıl sahiblərindən başqa. Ağıl sahibləri illə ulul əlbəb. Əlbəb ağıl sahibləri, yəni nə mənada ağıl sahibləri? Əlbəb lub sözünün cəmidir. Yəni ki, bir şeyin içərisini, içini, arxa planını görə bilən insan deməkdir. Yəni lub bir şeyin içi deməkdir. Hər hansı bir şeyin içi, daxili, o əsas hissəsi, özəyi lubdur. Əlbəb də, yəni o məsələlərin məsələlərin içini, həqiqi mahiyyətini anlaya bilənlər deməkdir. Yəni
Yalnız belə insan var ki, məsələlərə səthi yanaşır, amma insan var ki, məsələlərin içini anlaya bilir. Arxa planını anlaya bilir, hikmətini anlaya bilir. Yəni bu cür ağıl sahiblərindən başqası anlaya bilməz, yəni hikmətin nə olduğunu. Məsələn, bir şeylər danışar, eləyər, amma hikmətini anlamaz və onun hikmətini anlayanı da hətta tənqid edər və onu qınayar. Və hikmət peyğəmbərlərin, ki o bizim üçün nümunə onlardır, hikmət peyğəmbərlərin ən təməl xüsusiyyətlərindən biridir. Və bilir ki, peyğəmbərlər də ki, insanların ən xeyirliləridir. Ona görə onda bizim üçün nümunə onlardır. Bu səbəbdən peyğəmbərlərin həyatını öyrənmək və onları təhlil etmək, hətta əzbərləmək bizim üçün çox böyük xeyirlər verir. Yəni onların hikmətindən biz də böyük çapda faydalanmış olarıq. Allah Subhanahu wa Ta'ala nə deyir? Nəhl surəsi 125-ci ayədə deyir ki: "Əuzu billahi mineşşeytanirracim. Ud'u ila sabil rabbika bil hikmeti vel mev'izatil hasenati ve cadilhum billati hiye ahsan." Ud'u ila sabil rabbika, Rəbbinin yoluna dəvət et. Necə? Bil hikmeti vel mev'izatil hasene. Hikmətlə və gözəl öyüd nəsihətlə dəvət et. Və cadilhum billati hiye ahsan. Və onlarla ən gözəl bir dildə, ən gözəl bir üslubda onlarla mübarizə apar. Onlarla mücadilə et. Yəni cədəlləş desək pis çıxar, yəni mücadilə et. Deyir Allah Subhanahu wa Ta'ala. Yəni hikmətlə və gözəl öyüd nəsihət. Hikmətlə yəni necə? Tutaq ki, qarşına çıxan insanın ağıl səviyyəsi, sosial statusu və hikməti, xarakteri, hətta milliyyəti, hətta cinsi, hətta yaşı, bu şeyləri diqqətə alaraq o şəkildə onunla danışmaq hikmətdir. Hikmət Allahın dinini əyib bükmək deyil. Yəni mən insanla hikmətli danışacağam deyə, mən yalnız ona cənnət ayələrindən danışacağam, cəhənnəm ayələrini gizləyəcəm, Allahı yalnız Qafur Rahim olaraq təqdim edəcəm, amma şədidül iqab olaraq təqdim eləməyəcəm. Allahı yanlış şəkildə, yarımçıq şəkildə təqdim edəcəm, yəni izah edəcəm buna ki, bu hikmətdəndir. Xeyr, bu hikmətdən deyil. Çünki peyğəmbərlər nədir? İnna arsalnaka bəşirə və nəzira. Şübhəsiz biz səni müjdələyən və qorxudan olaraq göndərdik. Yəni ondan dolayı da biz həm müjdələyəcək, həm də qorxudacaq. Yəni Allahın dinini əyib bükmək, Allahın dinini təhrif etmək, Allahın dinini yarımçıq, yarım yamalaq təqdim etmək əmanətə xəyanətdir, Allahın dininə xəyanətdir. Olduğu kimi təqdim edəcəksən. Sadəcə təqdim etmə tərzini və üslubunu bayaq dediyim kriteriyaları nəzərə alaraq düzgün seçəcəksən. Vəl-məv'izatil hasenə və gözəl öyüd nəsihətlə. Yəni insanları qarşındakı insanın durum təsbitini doğru deyəcəksən. Necə ki Hud əleyhissalam öz qövmünə demişdi ki, onlar şirk qoşdular demiş, siz Allaha açıq-aydın iftira atırsınız dedi. Yəni başqa bir dildən istifadə etmədi. Allahın üzərinə böhtan atırsınız dedi. Bu ağır bir sözdür. Amma Hud əleyhissalam bu deməkdən çəkinmədi və qövmünün ona qarşı düşmən olacağını da gözə aldı. Məsələ bu deyil. Məsələ qarşı tərəfi təhqir etməmək, durum təsbit etmək, lakin təhqir etməməkdir. Onların etiqadının şər və batil bir etiqad olduğunu dilə gətirmək, bəyan etmək, lakin bunu edərkən onların şəxsiyyətini təhqir etməməkdir. Məsəl üçün, deməmək ki, siz kütbeyinsiniz, üzr istəyirəm, siz ağıldan kəmsiniz, siz əxlaqsızsınız. Bu yox. Deyəcək ki, bu hərəkət, bu davranış əxlaqsızlıqdır. Sizin tutduğunuz yol batil bir yoldur. Sizin tutduğunuz yol ağıl sahiblərinin yoluna ziddir. Amma insanları təhqir etmək, bu artıq gözəl öyüd nəsihətlə dəvət etmək demək deyil və onlarla ən gözəl bir üslubda onlarla mübarizə apar deyir. Yəni onların səviyyəsində eyməyəcəksən. Hətta onlarla sənə qarşı səviyyəsiz davranışlar ortaya qoysalar da buna qarşı sənin reaksiyan, sənin yanaşmaların, buna qarşı duruşun özü də bir dəvət olmalıdır. Yəni sən onların səviyyəsinə əgər enərsənsə, sən mübarizəni uduzdun deməkdir. Və İbn Abbas radiyallahu anh deyir ki, kunu rabbaniyyinə hukəməə fuqahəə. Deyir ki, Rabbanilərdən olun, Rabbanilər olun. Yəni, hikmət və fiqh insanları. Yəni, hikmətli və fəqih insanlar olun, deyir. Rabbanilər olun demək, yəni ki, birincisi, şəraitə və vəziyyətə rəğmən haqqın yanında dayanmaq, bu Rabbani olmaqdır. Və eyni zamanda bu şəkildə də insanlar yetişdirmək, tələbələr yetişdirmək.
bir məktəb qoymaq bu Rabbani olmaq deməkdir. Ki İbn Abbas radiyallahu anh bunu tövsiyə edir. Və hikmət elə bir şey. Yəni hikmətin eyni zamanda hikmət nə deməkdir? Allahın dinini əyib bükmək və təhrif etmək və yarımçıq şəkildə təqdim etmək hikmət deyil, xəyanətdir. Digər tərəfdən, yəni hikmət Quran və sünnəni yerli yerində tətbiq etməkdir. Yəni Quran və sünnəni Allahın endirdiyi hökmləri Allah Rasulunun sallallahu aleyhi və səlləmin tətbiq etdiyi şəkildə tətbiq etməkdir. Yəni onun hikmətindən faydalanaraq bunu etməkdir. Bu zaman bu hikmət olur. Lakin Quran və sünnəyə rəğmən öz ağlınla hərəkət etmək hikmət deyil. Məsələn, biz çox hallarda biz görürük ki, məsələn, Quranda və sünnədə hər hansı bir şeyin həlli yolu var. Hər hansı bir şeyə müəyyən bir yanaşma var, müəyyən bir tərz ortaya qoyulub, müəyyən bir dərs var oradan. Yəni o dərsi götürüb tətbiq etmək lazımdır sadəcə doğru bir şəkildə. Amma məsələn baxırsan ki, insanlar onu tərk edirlər ki, hikmətlə olmaq lazımdır. Hikmət bunu gərəkdirir. Yəni bilmək lazımdır ki, kitabı və hikməti göndərən Allah Subhanahu va Taala'dır və onu artıq göndərib. Sənin sadəcə olaraq o kitab və hikməti öyrənməyin lazımdır. Kitab və hikmətə rəğmən öz ağlınla hərəkət etməyin deyil. Və kitab və sünnəyə sünnə hikmət eyni şeydir. Yəni kitab və hikmətdən, kitab və sünnədən kitab və sünnənin xaricində tətbiq olunan hikmət çox vaxt insanı, həmişə demirəm, amma çox vaxt insanı həvaya aparır. Çünki artıq sən kitab və sünnəni tərk edirsənsə əgər, o zaman nə etmiş olursan? Allahın sənə kitab və sünnə bir şey formalaşdırır. Yəni səni qoruma sahəsi formalaşdırır. Sən əgər onun çərçivəsində hərəkət edərsənsə, Allah Subhanahu va Taala tərəfindən qorunarsan. Yox, əgər onun xaricinə çıxarsansa, əgər sən qalanın xaricinə çıxmısan və artıq sən qorumasızsan deməkdir. Doğru addım atmış ola bilərsən haralardasa, amma bir çox hallarda şeytan səni azdırıb aparacaq. Ona görə də Quran və sünnəyə rəğmən öz ağlınla, daha doğrusu mötəzə içərisində həvanla hərəkət etmək başqa, amma Quran və sünnəni Peyğəmbər sallallahu əleyhi və səlləmin tətbiq etdiyi hikmətlə tətbiq etmək başqa bir şeydir. Ondan dolayı da bizim siranı çox ciddi şəkildə didik-didik edib araşdırmağımız lazımdır ki, Allah Rasulü sallallahu aleyhi və səlləm o qavramları, o hökmləri, o yanaşmaları hansı formada tətbiq edib. Məsələn, bir misal verim. Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, sizin ən xeyriniz öz əhlinə qarşı ən gözəl davranandır. Mən isə öz əhlinə qarşı ən gözəl davrananam. Allah Rasulü sallallahu aleyhi və səlləm o son cümləni boş yerə demir. Yəni özünü tərifləmək üçün bunu demir. Allah Rasulü sallallahu aleyhi və səlləm təvazökar bir şəxsiyyət olub. Lakin zaman-zaman özünü insanlara nümunə göstərib. Çünki əgər bunu etməsə öz nübüvvətinə xəyanət etmiş olar ki, Allah Rasulü sallallahu aleyhi və səlləm bundan uzaqdır. O nübüvvətə xəyanət etməz. Ona görə də usvatul hasanə olduğu üçün özünü insanlara nümunə göstərib həmişə. Ki, baxın, yəni məni kim olun, mənim yolumu izləyin. Mən bunu necə edirəmsə, siz də o cür edin. Mən necə namaz qılaram, siz də o cür namaz qılın. Yəni niyə? Çünki mən əhlimə qarşı ən gözəl davrananam. Bunu niyə deyir? Deyir ki, sizindən ən xeyriniz öz əhlinə ən gözəl şəkildə davranandır. Burada dayansaydı əgər hədis, burada hər kəs öz ağlına görə bir yol tutub gedə bilərdi. Ki, bu bəraət qazandırmır o şey, amma öz ağlına görə bir yol tutub gedə bilərdi. Məsələn, mən əhlimə qarşı yaxşı davranıram, mən əhlimə qarşı bu cür yaxşı davranıram, o deyir, mən başqa cür yaxşı davranıram, o deyir ki, mən zövcəmin sözündən çıxmıram, ona itaat edirəm. O birisi deyəcək ki, mən ailəm üçün hər şey eləyərəm, hər şey alıram, verirəm, nə bilim, qızıldır, qızıl alıram, mebeldir, mebel alıram, gəzdirməyə apar, deyir ki, apar, gəzdirirəm və beləliklə, məsəl üçün, sanki dünyada tək qayəsi buymuş kimi davrana bilərdilər kimlərsə və kimlərsə buradan öz nəfsinə müəyyən dəlillər çıxarda bilərdi ki, görürsən Allah Rasulü sallallahu əleyhi və səlləm belə deyir, deməli bu belə olmalıdır deyə. Bu şeylər olmasın deyə Allah Rasulü sallallahu əleyhi və səlləm deyir ki, və mən öz əhlinə qarşı ən xeyirli olanam. Yəni siz də əhlinizə qarşı ən xeyirli olmaq istəyirsinizsə, ən xeyirli olanın yolunu izləmək istəyirsinizsə, o zaman nə edəcəyik? Allah Rasulü sallallahu əleyhi və səlləmə baxacağıq. Allah Rasulü sallallahu əleyhi və səlləm öz zövcələri ilə, öz əhli ilə hansı formada davranır? Yəni o zaman sən baxacaqsan ki, hə, mən bu hədisi düzüm başa düşürəm, düzüm tətbiq edirəm, yoxsa səhvini tətbiq edirəm. Yəni öz əhlinə qarşı öz əhlinə qarşı gözəl davrananlar ən xeyirlilərdir deyəndə, mən ən xeyirli olmaq üçün öz anladığım kimi hərəkət etməliyəm və ya öz həvama uyğun hərəkət etməliyəm, yoxsa öz əhlinə qarşı ən gözəl olan Allah Rasulü sallallahu əleyhi və səlləm nümunə olaraq götürməliyəm. Ona baxmalıyam, görüm o necə davranır. Burada artıq
həqiqətlər ortaya çıxmış olur. İnsanlar öz həvaları ilə hərəkət etmiş olmurlar. Və hətta Allah Rasulü sallallahu əleyhi və səlləm o son cümləni deməsəydi belə ki, mən əhlimə qarşı ən gözəl davrananam. Yenə də ağıl sahibləri və həqiqətən ixlaslı insanlar yenə də Allah Rasuluna müraciət edərlər. Hətta Allah Rasulü o cümləni deməsəydi belə. Çünki bizim üçün hər bir məsələdə nümunə Allah Rasulü sallallahu əleyhi və səlləmdir. Əhlinə qarşı ən gözəl davranmaq nədir deyəndə biz Allah Rasuluna baxacağıq. Görək ki, əhlinə qarşı hansı formada davranıb, necə yanaşıb. Bu isə özlüyündə xüsusi olaraq təhlil edilməli və danışmalı olan ayrıca bir mövzudur. Ona görə buraya mən girməyəcəm ki, Allah Rasulü sallallahu əleyhi və səlləm öz əhlinə qarşı necə davranır və bu mövzumuz da bu deyil. Bizim mövzumuz ümumən bugünkü gün elmli və hikmətli olmaqdır. Yəni bunu misal olaraq göstərməmin səbəbi odur ki, yəni hikmətli olmaq deyəndə Allah Rasulü sallallahu əleyhi və səlləm necə davranıb ona baxacağıq. Məsələn, ailənlə necə davranmalısan, necə hikmətli şəkildə davranmalısan, bunu hardan öyrənəcəm? Allah Rasulü sallallahu əleyhi və səlləmə baxacağam. Bir problem çıxdı, o problemi həll etməliyəm. Kimdən öyrənəcəm bu problemin həllini? Və ya sünnədə bu məsələn sünnədə müəyyən işarə var bu problemin həll olunmasına. Bəs onu necə tətbiq edəcəm? Hansı situasiyada? Və bu situasiya onun sünnədə gətirilən misala uyğundurmu? Bunu hardan öyrənəcəm? Yenə baxacağam Allah Rasulü sallallahu əleyhi və səlləmin sirasına və onun tətbiqatına. Dolayısıyla bizim üçün hər bir məsələdə ən gözəl misal Allah Rasulü sallallahu əleyhi və səlləmdir. Və hikmət elə bir xüsusiyyətdir ki, o kişini cahilcə və axmaqca hərəkətlər etməkdən çəkindirər. Bu doğru sözü doğru yerdə deməkdir. Yəni deməyi insana öyrədir hikmət və doğru şeyi doğru yerdə etməyi insana öyrədir. Və bir məqamı xüsusi olaraq qeyd edim, hələ vaxtımız var. Hikmət zəiflik deyil. Çünki bugünkü gündə biz bir çox hallarda nəyi görmüş oluruq? Bu hikmətdən deyil deyəndə insan adətən məsuliyyətdən qaçaraq bunu eləyir. Baxır ki, məsəl üçün, əgər mən bu addımı atsam və yaxud da bu cür davransam, bu cür hərəkət etsəm, bunun müəyyən bədəlləri var. Amma doğru olan budur, yəni bunu etməkdir. Sırf olaraq o bədəli ödəməməkdən ötürü və yaxud da o çətinliyin altına girməməkdən ötürü nəfsinə ağır gəldiyi üçün həmin məsələ deyir ki, bu hikmətdən deyil, bunu belə eləməyək, ümumiyyətlə bu məsələni yığışdıraq, keçək bu tərəfə gedək yəni. Bu hikmət deyil, bu zəiflikdir. Kişinin qarşısına əgər bir məsələ çıxarsa, bir ortaya çıxarsa, bu artıq sənin imtahanına çevrilmiş olur. Və sən o imtahana girməlisən. Yəni, imtahandan qaçmaq hikmət deyil. İmtahandan qaçmaq əksinə daha betər bir vəbaldır. Nəinki imtahana girib, o imtahandan, belə deyək, yəni, o qədər də uğurlu çıxmamaq. İmtahana girib uğurlu çıxmamaq və ya da imtahandan kəsilmək daha əhvəndir, daha yüngüldür, nəinki imtahandan qaçmaq. Çünki imtahandan bugünkü gündə bizim ən böyük problemimiz, mən deyərəm, hətta ən böyük problemimiz nədir? Kişilərin zəif olmasıdır. Yəni, kişilər o qədər zəifdirlər ki, bütün məsuliyyətlərdən qaçırlar. Hər məsuliyyətdən qaçırlar. Bugünkü də bir sadalamaq istəmirəm. Amma məsuliyyətdən qaçır. Yəni, kişilər bugünkü gündə məsuliyyətdən qaçırlar. Və məsuliyyətdən qaçanda o məsuliyyətini daşıdığın həmin o məsələnin axırı nə olur? O böyür, daha böyük problemə çevrilir. Və beləliklə bütün ümmətin zillətinə səbəb olur. Eyni zamanda zəlalətinə səbəb olur. Və düşmənlərimizin bizim üzərimizdə hakimiyyət qurmasına səbəb olur. Düşmənlərimizin bizim üzərimizdə güc tətbiq etməsinə və bizi zəlil etməsinə səbəb olur. Ondan dolayı da yəni, məsuliyyətdən qaçmamalıyıq. Əgər bir şeyin məsuliyyətini daşımalısansa, onu sən daşımalısan. Onun hikmətin, bu hikmətdən deyil, belə olanda çətin olur, belə olur, elə olur. Müəyyən bəhanələr gətirərək ondan boyun qaçırmaqdır zəiflik. Və bu hikmət deyil. Hikmət əsla zəiflik deyil. Hikmət hər şeyə rəğmən məsuliyyəti daşımaq, məsuliyyətin altına girməkdir. Hikmət hər şeyə rəğmən sənin qarşına çıxan imtahana sinə gələcək, onu öz üzərinə götürə biləcək qədər cəsarətli olmaqdır hikmətli olmaq. Hikmətli olmaq qorxaq olub imtahandan qaçmaq deyil. Sadəcə olaraq hikmət nədir? Öz gücünü nə vaxt göstərib, nə vaxt gizləməli olduğunu bilməkdir. Yəni, hər yerdə də belə bir qaba qüvvət tətbiq etmək, güc tətbiq etmək, mən kişiyəm, mən qorxmuram, mən belə əmələm demək deyil bu. Harada lazımdırsa güc tətbiq edirsən, yumruğunu masaya vurursan, harada lazımdırsa da biraz geriyə addım atırsan, sadəcə olaraq geriyə addım atanda istənilən halda, istər güc tətbiq edəndə, istər yumruğu masaya vuranda, istərsə də ki, gücünü geri çəkəndə, güc tətbiq etməyəndə, başqa üsullardan istifadə edəndə, diplomatik üsullardan istifadə edəndə, hər bir halda müsəlman nə olmalıdır? Fiqhə sahib olmalıdır. Necə ki, İbn Abbas radiyallahu anh deyir ki, kunu rabbaniyyinə hukəmə fuqəhə. Yəni, eyni zamanda fəqih olmaq lazımdır.
Ki sən hesablayasan ki, tamam mən burada gücümü geri çəkirəm və ya mən burada güc tətbiq edirəm və ya burada gücümü çəkirəm. Bu uzun vədədə nələrə səbəb olacaq? Bunu düzgün şəkildə hesablamaq lazımdır. Yəni ki, o zaman sənin hikmətin sənə fayda vermiş olsun. O zaman sənin hikmətin hikmət olur. Yəni sən əgər uzun vədədə bunun nəyə səbəb ola biləcəyini, bugünkü atacağım addımın nələrə səbəb olacağını, dediyim sözün və yaxud da ki, etdiyim hərəkətin, atdığım addımın uzun vədədə nələrə səbəb olacağını və yaxud da ki, verdiyim fətvanın, hətta bu alimlərə də aid olan bir şeydir. Uzun vədədə nələr? Ola bilər ki, bugünkü gündə sən hansısa bir məsələni yan keçdin. Tutaq ki, məsələn, bu cür bir mövqe sərgilədin və bu cür bir fikrə sahib oldun və bu cür bir fətva verdin və bugünkü qarşıya çıxması ehtimal olan hər hansı bir məsələdən yan keçdin və o problem bu şəkildə səndən sovuşdu. Sən gördün, biz hikmətli davrandıq deyə bu bizdən sovuşdu. Amma uzun vədədə sənin bu atdığın addımın nələri qırıb tökəcəyini sən hesablaya bilməmsən deyə, uzun vədədə bu çox böyük şərə səbəb olacaq. Bugünkü gündə sən problemdən boyun qaçırmaqla deyil bu. Ona görə bu məsələlər biraz ağır mövzulardır. Yəni bir kişi öz ailəsini idarə edərkən də, ki mən dedim ki, kişinin edə biləcəyi ən kiçik şey bir ailəni idarə etməkdir. Və burada o baxmalıdır ki, əgər məsəl üçün mən burada öz haqqımdan fərağat edirəm. Bu uzun vədədə nələrə səbəb olacaq? Və həmçinin o kişinin öz sosial statusuna da baxır. Məsələn, ola bilər ki, sən sıradan bir adamsan, heç kəs səni nümunə götürməyəcək, sən hansı bir hərəkət etsən. Və yaxud da ki, sən hətta xəta etsən belə, o elə də ciddi bir nəticələr verməyəcək. Yəni sadəcə sənin ailənlə olacaq, yəni məhdudlaşacaq bu problem. Hətta sosial statusu yuxarı olanlar ki var, hansılar ki tanınırlar, insanlar onların sözünü dinləyirlər və s. bunlar çox daha diqqətli olmalıdırlar. Yəni sənin atacağın addım, sənin ortaya qoyacağın mövqe uzun vədədə toplum içərisində böyük bir xəstəliyə səbəb olar. Və hər hansı bir necə deyim, yəni xeyir qapıları bağlanar, şər qapılarını açmış olarsan bunu etməklə. İnsan içində olduğu zaman və məkan daxilində bunu təsbit edə bilməyə bilər. Demək ki, bu insan fəqih deyil. Allahın hikmət verdiyi insan, Allahın dində fəqih etdiyi insan isə sadəcə olaraq öz ailəsi ilə məhdudlaşmır, eyni zamanda başqa ailələri də, başqa şeyləri də, yəni belə deyək, təsisatları da diqqətə alaraq daha uzun bir vədədə bunun etdiyim bu hərəkətin nələrə səbəb olacağını hesablaya bilən bir insandır. Allah Subhanahu wa Taala bizi onlardan etsin. Və eyni zamanda biz keçən dəfələrin birinci giriş dərsində demişdik ki, cəmiyyət, ümumiyyətlə bəşəriyyət iki qismə bölünür. Kişilər və qadınlar. Əgər bu ikisinin arasında münasibətlər düzgün şəkildə tənzimlənməzsə əgər, ilahi kodlara, fitri kodlara uyğun şəkildə tənzimlənməzsə əgər, buradan çox böyük fəsadlar çıxacaq ki, bugün bu çıxıb. Yəni, burada bu mövzumuz bu olmadığı üçün mən bu məsələdən yenə də kökünə varmayacağam. Bi'znillah Teala bəlkə başqa dərslərdə Allahın izni ilə, Allah nəsib edərsə, gələcəkdə bu mövzuları mütləq danışacağam. Allahın izni ilə fitri kodlar nədir? Bu kişi və qadın münasibətlərindəki dinamika hansı formada işləyir və s. və ilaxır. Bu mövzular sonraki dərs serisi mövzusudur. Amma burada qısa şəkildə bir şey qeyd edeyim ki, kişi mütləq kişinin edə biləcəyi, üstlənə biləcəyi ən kiçik məsuliyyət ailə məsuliyyətidir. Ən kiçik məsuliyyət budur. Yəni cihaddır, orduların idarə edilməsidir, nə bilim, hər hansı bir böyük bir layihələrin icrasıdır, böyük və ya kiçik, yəni ailə xaricində layihələrin icrasıdır, yəni ümmət adına, dəvət adına və s. adına deyirəm. İnsanları dəvətdir və s. Bunlar hamısını qoyuram qırağa. Ən kiçik məsuliyyət öz ailəsinə sahib çıxmasıdır, öz ailəsini irşad etməsidir. Ən kiçik edə biləcəyi şey budur. Və bu da nə ilə olur? Ailə də bir qadınla ortaya çıxır. Yəni bir kişi bir qadınla evlənməlidir ki, ailə olsun. Əks təqdirdə ailə olmayacaq. Bu zaman sən biri ilə evlənəndə sən onunla münasibətə girmiş olursan. Yəni ondan dolayı da onunla münasibətlərini elə şəkildə qurmalısan ki, elə bir hikmətli şəkildə qurmalısan ki, ortaya faydalar çıxsın. Əgər sən onu hikmətli şəkildə qurmasan, fitri kodlara uyğun şəkildə qurmasan, o zaman nə olacaq? O ailə fiyasko olacaq və şey olacaq. Yəni çökmək deyəndə burada boşanmaq, ayrılmaq məsələləri nəzərdə tutmuram. Yəni münasibətlər elə şəkildə formalaşacaq ki, fitrətə zidd olacaq və orada xeyir ortaya çıxmayacaq. Bundan dolayı da həm kişi, həm də qadın. Amma biz burada kişidən bəhs edirik. Kişi qadın fitrətini çox yaxşı
təsbit etməlidir və o fitrətə uyğun şəkildə davranmalıdır. O fitrətə o fitrətin hikmətinə uyğun şəkildə hərəkət etməlidir ki, bu hikmətlə bağlı mövzu olduğu üçün burada bunu qeyd edirəm. O qadının fitrət, Allah Subhanahu taala hansı fitrət üzrə yaradıbsa, o fitrəti nəzərə alaraq onun hikmətinə uyğun şəkildə davranmalıdır, onunla münasibət qurmalıdır və onu idarə etməlidir. Onu idarə etməlidir. Bu önəmli məsələdir. Qadına gəlincə isə, bunu da əlavə olaraq qeyd edeyim. Qadın da kişinin fitrətini, birincisi öz fitrətini anlamalıdır. Bu kişiyə də aiddir. Kişi öz fitrətini anlamalıdır, sonra qadın fitrətini anlamalıdır. Və sonra bunların ikisinin arasındakı dinamikanı təsbit etməlidir. Bunların hamısı vallahi Quran və sünnədə var. Yəni biz bunu əlavə bir psixologiya kitabları, kafirlərin yazdıqları hansısa bir əsərlər falanlar oxumağa ehtiyac yoxdur. Ki mən bunları Allaha sığınıram. En qədər hədislər, ayələr oxuyurdum. Heç birinin fərqinə varmırdım. Bəzi psixoloqlar, xarici psixoloq yox, yəni düşünən mütəfəkkir insanların kitablarını oxudum. İstər müsəlman, istər qeyri-müsəlman. Bir çoxunun həmin o Quran və sünnəyə işarə etdiyini gördüm. Yəni ondan sonra bunu hədisləri və ayələri oxuyanda tamamilə fərqli şəkillər gördüm. Fərqli rənglər çıxdı mənim qarşıma. Və mən anladım ki, həqiqətən də Allah Subhanahu va Taala insanı ən yaxşı tanıyandır. Çünki insanı yaradan odur. Yəni o qədər o qadın və kişi kodları, fitri xüsusiyyətləri və münasibət dinamikası o qədər gözəl bir şəkildə Quran və sünnədə var ki və onu artıq o ayələr və hədislər üzərində təfəkkür edəndə və eyni zamanda sələfin sözləri var o ayə və hədislər haqqında. Onları da oxuyub təhlil edəndə və özlərini təfəkkür edəndə alimlərin o qövürlər, sələfin o sözləri haqqındakı dedikləri sözlərə verdikləri şərhlər, hədislərə verdikləri şərhlər, ayələrə verdikləri təfsirlər və ümumiyyətlə onların özlərinin ailələrindəki bir-birlərinə münasibətləri elə gözəl bir şəkildə insanın qarşısına sərilir ki, artıq o zaman bir etalon olaraq onları götürəndə özümüzün həqiqətdən, əsildən nə qədər uzaqlaşdığımızı da biz görmüş oluruq. Yəni hikmətdən nə qədər uzaqlaşdığımızı, nə qədər cahil olduğumuzu və cahilcə yaşadığımızı da, fitri kodlarımızdan nə qədər uzaqlaşdığımızı da açıq və bariz bir şəkildə görmüş oluruq. Ondan dolayı da bu çox mühüm bir məsələdir. Yəni sən əgər qadın fitrətini bilmirsənsə, qadın fitrətinin kodlarını bilmirsənsə əgər, bu eyni şey qadına da aiddir, əks istiqamətdən. Sadəcə söhbət uzatmaq üçün oraya girmirəm. Çünki mövzumuz kişilərdir. O zaman sən hikmətli ola bilməzsən. Çünki sən ən elementar, yəni ən kiçik bir məsuliyyətini belə qaldıra biləcək qədər hikmətin yoxdur sənin. Yəni qadını idarə edə biləcək qədər hikmətin yoxdur sənin. Və Allah Rasulü sallallahu əleyhi və səlləm bir hədisi var, Səhih Müslimdə keçir. Deyir ki: وَمَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَغْلَبَ لِذِي لُبٍّ مِنْ كُنَّ. Deyir ki, mən ağlının və dininin naqis olan ağlı və dinin naqis olduğu halda hətta hikmətli bir kişiyə belə üzərində hakimiyyət qura biləcək başqa bir kimsələr tanımıram. Deyir Allah Rasulü sallallahu əleyhi və səlləm. Yəni qadın nə qədər ağıldan və dindən naqis olsa belə, ki Allah Rasulü sallallahu əleyhi və səlləm başqa bir hədisdə də buna işarə edir. O yenə də kişi hikmətli bir kişi olsa belə, ağıllı bir kişi olsa, onun üzərində hakimiyyət qura bilməyə qadirdir həmin o qadın. Amma hansı halda? Allah Rasulü bunu sallallahu əleyhi və səlləm bunu hansı hal üçün deyib? O hal üçün ki, o kişi hikmətlidir ümumən, amma qadın fitrətini bilmədiyi üçün, qadını necə idarə etmək lazım olduğunu və ya onunla necə rəftar etmək lazım olduğunu, onunla necə münasibət qurmaq lazım olduğunu bilmədiyi üçün, ümumən hikmətli olsa belə, sırf o nöqtədəki o naqisliyi, o nöqtədəki hikmətli ola bilməməsi qadının onun üzərində hakimiyyət qurmasına səbəb olur. Yəni baxırsan ki, kişi komandirdir, ordu idarə eləyir və ya şirkət müdürüdür, əlinin altında 100, 200, 300 işçi var. Bunların hamısını idarə eləyir, heç problem çıxmır. Amma baxırsan ki, məsələn, evindəkini idarə edə bilmir. Evindəki onun üzərində hakimiyyət qurub. Evindəki ipə sapa yatmır. Evindəkinə söz keçirə bilmir. Evindəki ona hörmət etmir. Yəni ailə münasibətləri bərbaddır. Ya onun qabağında sınmış bir həyat yaşayır və yaxud da ki, boşanır və belə ki, uğursuz bir ailə həyatı olur ümumən. Yəni çox da uzatmayaq. Ondan dolayı da bu məsələ də çox önəmli məsələ olduğu üçün bunu da xüsusi olaraq qeyd etdim. Allah Subhanahu va Taala bizi hikmət sahibi, ağıl sahibi etsin. Allah Subhanahu va Taala bizi Quran və sünnəyə bağlı etsin. Allah Subhanahu va Taala bizi yalnız onun öz mənbəyindən, yəni Qurandan və onun Rəsulunun gətirdiyi sünnədən
öyrənərək, pay götürərək hərəkət edənlərdən, yaşayanlardan etsin bizləri. Allah Subhanahu va Taala bizi dində fəqih etsin və bizə o çox böyük xeyirləri özü ilə birgə gətirən hikmətli qullarından etsin. Allah Subhanahu va Taala bizi peyğəmbərlərin yolunu izləməyi və onları özümüzə nümunə götürərək onlara oxşamağı istəməyi bizə nəsib etsin. Subhanakallahumma bihamdika əşhadu an la ilaha illa ente estağfiruka və etûbu ileyk.